Model testlərindən 190-ı eləyirik. We want to buy a little bottle of water. Biz istəyirik bir balaca butulka su alaq. Burada ifadəmiz nədir? A bottle of water'dır. Little burada sifət kimi işlənib, balaca mənasında işlənibdir. Bunu a little, biraz sözündən qatmayın siz. Burada balaca mənasında sifətdir. We want to buy, burada a pair of olmalıdır, iki səhvdir. All information we read in the paper is useful. Papers is useful. Baxaq, cümləmiz əslində təyin budaq cümlələrində bu hal baş verir. Cümlə əslində necədir? All information is useful. Bu bir cümlədir. Araya başqa bir cümlə giribdir. We read in the papers. Cümlə necə gəlir? Mürəkkəb cümlədir. Bütün məlumatlar faydalıdır. We read in the papers. Biz qəzetdə oxuduğumuz. Və yaxud da bu cümlə belə də ola bilərdi. All information is useful. We read in the papers. Bax, ardıcıl baş verərdi cümlə. 4-də there is hair on his shoulder. Hair burada tük mənasındadır. Tük mənasında sayılır. Ona görə artiklı olmalı. There is a hair on his shoulder. Onun çiynində bir tük var idi. Düzgün cavabımız olacaq 2, 4. Deməli, düzgün cavabımız olacaq 2, 4, yox, 1, 3. 1, 3 deyirəm, axı variant gəlmir. 2-də the student was very upset because variantlara baxdım, gördüm zaman testidir. Müəyyən elədim də eddən, willdən, bitmişdən, bu zaman testidir. Zaman testidirsə özümə birinci ipucu axtaram, oxuya tapdım ipucunu, was'dur. Was'dursa nə edirdim? Cümlədəki indiki bitmişi, indiki sadə zamanı çıxarırdım. Sonra baxıram variantda gözümə dəydi keçmiş sadədən gələcək sadə. A-nı da çıxartdım mı? B-də, C-də hər ikisi düzgün ola bilər. Mənə nə kömək eləyəcəkdir? Tərcümə eləyəcəm. Birinci baş verən hadisəni, ən birinci baş verən hadisəni keçmiş bitmiş zaman aparacağım. The student was very upset because he realized that. O anladı ki deyirəmsə, zaten hadisə uca əvvəldə baş veribdir də. He had failed. O kəsilib. Düzgün cavabımız C bəndi. 3. These shepherd's sheep were fed. Weren't they? Bunlar çoban olmaz. Nə olar? Çoban təkdədir. This shepherd olar. Bu çobanın. 2-də this təkdə, çoban təkdə, sheep qoyunları. Bir çobanın 50 qoyun ola bilər, 150 də ola bilər. Sheep, ona görə xəbərim də cəmdədir. Were, qoyunları. Qoyunlarını were fed, bəslədi. Bəslədildi, yedizdirildi də. Ona görə olacaq cümləm təsdiqdədir, inkarda verməliyəm question, xəbərim were-dür, düzgün gəldi. Qoyunlar da cəmdə olduğu üçün weren't they? 2 düzdür. 3-də these shepherds, bu görsünüz shepherds, bu çobanlar cəmdə deyə ismim də cəmdədir. Qoyunları were fed, yenə də bəslədildi. Baxıram, burada da heç bir problem görmürəm, çünki xəbərim were-dür, cəmdədir, mübtədam da cəmdədir, 3-də düzgündür. Bu çobanın, sheep, qoyunu, feed, bu çobanın qoyunu feed bəsləyir. Əvvəl burada bəslənilir olardı, çünki heyvan özü-özünə bu prosesi, çoban kimsə bəsləyir də bunu yəqin ki. Bu bir. İkincisi, burada didn't verməkdən ötürü sən burada nə olmalıydı? Fed olmalıdır. Çünki feed keçmiş zamanda e'nin biri düşür. Ona görə did olmaz. Versəydi do götürərdim. Nobody's having their breakfast. Bundan qabaqki testi izah eləndə dedik. Törəmələrin question'ı Z ilə götürülür. Ona görə də Z'yi də əlbəttə R ilə deyəcəm. Biri də 5'dir. 2, 3, 5 düzgün cavabımız D bəndi. Baxaq. Neither of her 3 children goes to school. Demişik ki, neither of'dan sonra isim cəmdədir əla, xəbər tək gəlir, təkdədir əla. Deməli, bir düzdür. Bring me, gətir mənə, another books, başqa bir kitabları. Bu, another sayılan tək isim istəyir axı. Olmaz, bunu çıxartdım. She doesn't need, onun ehtiyacı yoxdur. Nəyə?
to study. Nə üçün to dedim? Ay müəllimə, bə demişdiniz ki, need modal feil kimi özündən sonra to işlənmir. Onda mən sizə deyəcəm ki, need modal feil olanda özü özünə sual inkar verirdi. Məsələn, olsaydı she need not olsaydı, needn't olsaydı study. Onda verərdim, hə. Siz deyəndə verərdim, deyərdim ki, bax, need öz-özünə sual inkar verib, cümlədə bir müstəqil forma öz üzərinə götürmək istəyibdir. Amma əgər do doesla sual inkar verirsə, bu əsas feildir. Əsas feil isə iki feil yanaş gələndə arada mütləq to işlənməlidir. 3 səhvdir. Nobody is here dedik, törəmə əvəzlikləri şəxs deməli questionlarda z ilə əvəz olunur. Z-yi də əlbəttə a ilə verəcəksiniz. Düzgün cavabınız D variantı 1-4. Liar yalançıdır. Someone who tells lie. 1-ə A gəlir. A person who works in library. Əlbəttə bu librariandır. 2-yə nə gəlir? Yəqin ki, burada variantlardır. Bura gələcək 3. The person who is responsible for managing an organization. Bu da managerdir. 2-dir. Bu da düzgün cavabımız. Cavabı siz müəyyən eləyərsiniz, uşaqlar. Baxaq bura. The car was in front of the house. Maşın deyir, bax, eyni səpkidə testi işləmişik sizlə. Mən əvvəla sizə dedim ki, əgər car sözünü, əgər siz deyək ki, burada cardır da, the car, burada bir isim gördünüz, votu götürməyəcəksiniz, qaçacaqsınız votdan. Çünki votun özü isimdir, isimlə birləşməz. İkincidə, bizə bağlayıcı verirsənsə, mübtəda xəbərini verməlisən. Bağlayıcı verirsənsə, bağlayıcıdan sonra nəqli cümlə strukturu olmalıdır. Sual cümləsi strukturu olmaz, birbaşa did gəlibdir. The car I had bought was in front of the house. Deyir, maşın, cümlə belədir əslində. The car was in front of the house. I had bought. Yəni, mən aldığım maşın qapının qarşısındadır. Biri birdir. Biri də the car that I wanted to buy. Hansı ki, mən almaq istəyirdim. In front of the house. Yenə də mürəkkəb, hər ikisi mürəkkəb cümlədir. Cümlənin bir the car was in front of the house-dur. Biri budur. Birləşdirəndə biri də budur. 7. Mr. Smith is very good. Bir şeydə yaxşı olmaq, pis olmaq, bunu xatırlayaq. Good at, bad at idi də. And he makes wonderful bowls. O deyir, çox gözəl. Nə olar? Yəqin ki, bu potter olar da. Bal kasalardır. Bu potter olar, dulusçu olar. Qab düzəldən şəxslərə deyilir. D variantı. She gets home at about 7:30 in the evening. Baxaq görək bizdən nə istəyir. Gets, ev heç bir söz öndən işlənmir. Gets home, evə çatır, evə gəlir. Ona görə D variantını götürəcəm. Home heç bir söz öndən işlənmir. Sadəcə at home, evdə qalmaq. Gets də evdə qalmaq söhbəti də sözünə aid deyil axı bu. Bizim sözümüzdə elə çıxmır. 9. Uncountable, sayılmayan isimləri istəyir bizdən. Baxaq gör, Tiger getdimi? Fog, əstəğfurullah. P getdimi? Sonra baxaq, Ice getdimi? Economics getdimi? İcisi, şəkilçisi getməlidir. Çünki sayılmayan isimlərə artırılır. Buz maye halındadır. Bizdən sayılmayan isimləri soruşur uşaqlar. Biz də elə sayılmayanları çıxardırıq. Sayılanları çıxardacaq. Tiger sayılır, çıxartdıq. Bəli, P sayılır, çıxartdıq. Deməli, burada gate, darvazanı çıxartdıq. Storm, tufan sayılır, mücərrəd olsa da sayılır, çıxartdıq. Rudeness, kobudluq, powder, toz, chalk, təbaşir, mani, pul. Bunlar maddə halındadılar. Mücərrəddir, pul da sayılmır. Test 10-a baxırıq. Bunu görən kimi yadıma gəlir. The love, sevgi, bir şey haqqında ümumi bir fikir ifadə eləyəndə. The love, sevgi, she felt for him, ona qarşı hiss etdiyi sevgi, didn't weaken,
Zəifləmədi. While he was away. O kənarda olarkən. Sonra the English themselves, ingilislərin özləri. Əgər millət bildirəndə cəm formada onda Z artiklından işlədirdim. How much time did you spend to get? Bilyard cəmlə yazılmağına baxmayın. Oyun adları sayılmaz. Bu sözün yazılışı özü belədir. Ona görə cəmləri çıxardacaqsınız. I didn't. Didn't deyirsə, inkar deyirsə, nothing. Bir cümlədə iki inkar olmaz. Çıxartdıq. Və burada da eyni özündən sonra isim istəyir. Şəsivitelna istəyir. Olmaz. Eyni yoxdur. Çıxartdıq. Burada isə atam bilyard alıbdı da mənə. Bilyard da salimən isim idi. Mən bunu nətər zemlə əvəz eləyim. Təkdədirsə tək əvəzliklə əvəz eləyəcəm. Ona görə olur 11A variantı. 12-də one of my early voyagers. Erkən səyahətlərində deməli one of my early voyagers. Bu səyahətə apardığı adamları nəzərdə tutur. Voyager insandır, səyahətçil, turistlər deyək də. İnsanlar olduğu üçün mən əlbəttə burada which, where verməyəcəm. Burada feil gəlib, who'u verə bilmərəm. Who özündən sonra isim istəyir. Və insan olduğu üçün who discovered, kim ki kəşf etmişdi. One of the many early voyagers, erkən səyahət edənlərdən kim, who discovered America, kim Amerikanı kəşf etmişdir, was Leif Erikson. Leif Eriksondur. Gəl cümləni birləşdirək, normal bir cümlə çıxardaq. Deməli, Amerikaya erkən səyahət edən, yəni gedənlərdən biri Leif Eriksondur. Leif Eriksondur. Bu voyagers burada yəni erkən səyahət edən, gedən şəxsi nəzərdə tutur. 13. My English teacher whose lectures, mənim ingilis dil müəllimim kimin ki leksiyası. Baxaq, bu vergilə qədər iş oldu, bitdi. Bax, burada deməyin ki, my English teacher təkdədir. Vergilə qədər biz vergüldən sonraya baxacaq. Çünki bax, bu hissə bir cümlədir. Bu hissə biz buranın taleyini həll edirik. Whose lectures, kimin ki leksiyaları, nə olacaq? A bənd, ar. A bəndində var. Deməli, is getdi. Digər hissəni saxlayıram. Cümlə məsələsində əslində budur. My English teacher nə? Is leaving. Görürsünüz, yenə də araya təyin budaq cümləsini salıbdır. My English teacher is leaving. Whose lectures are very interesting. Deyək ki, çıxır da, yəni tərk edir onları. Kimin ki leksiyaları çox maraqlı idi. A variantı. Keçək digər testimizə. Modal feil istəyir bizdən. You needn't, sən lazım deyil. Modal feil, baxın, burada modaldır. Çünki inkarı özü-özünə verib. Əgər desə you don't need desəydi, burada olardı əsas feil. Amma modal feildir. Modal feili olduğu üçün özündən sonra əsas feili gəlmir. Vota, sulamaq feili. Sonra tamamlıq gəlib. Nəyi? Bitkiləri. Tamamlıq gəlibdir. Demək, bu cümləmiz düzdür. Modal gəlibdir, özündən sonra feil gəlibdir. Modal feildən sonra to işlənməz. Tamamlıq gəlib düzdür. Do you need? Bu nədir? Əsas feildir. Çünki do-doesla sual inkar olunubdur. Amma testim səhvdir. Nə üçün? Do you... yox, səhv deyil. Düzdür. Do you need? Sənə lazımdır. Any of these sheets. Bu vərəqlərdən hər hansı biri. Baxım testimə. Do you need any of these sheets? Burada bir problem görmürəm. Keçirəm digər testimə. We had only a little time to talk. Bizdən modal istəyir. Cümlə düz deyil, modal deyil. Cümlə düzdür, modal deyil. 3-də də we had to ayrılmaz, bitişik gəlir.
Əslində bu cümlə düzdür. We had only a little time. Sadəcə biraz vaxtımız var to talk danışmağa. Amma modal funksiyasında deyil. Bizdən modalı istəyir. Ona görə səhvdir. Yoxsa bu cümlələrdə heç bir problem yoxdur düzgünlüyü ilə bağlı. How long does he have to? Have to da must'ın sinonimidir. Sual inkar do does'la olunur. Everything was beforehand. Hər şey əvvəlcədən nə olubdu? Yəqin ki, settled'lar da yerləşdirilibdi. Yerinə, qaydasına salınıb mənasındadır burada settled. The family settled. Burada da məskunlaşdı variantında. Participle to-nu istəyir bizdən. Participle to nədir? Ed formasıdır feilin. Məchulun qısalmış formalarda deyirik buna. The surprised teacher. Feili sifətdir. Baxın, təəccüblü müəllim. Burada bir var. Feili sifət article, z article ilə işlənilir. Məsələn, the playing boy, oynayan oğlan. Burada da ing də feili sifəti. Sadəcə bu məchulluq olanlara ed, məlum olanlara ing qoyuruq. A beautiful girl, gözəl bir qız. Got on the crowded bus. Burada da dolu avtobus. İki də düzgündür. Heç bir problem görmürəm. Mr. Brown went into the room. Burada feildir. Feildən sonra heç nə yoxdur. Zaman, yer zərfidir. Heç nə yoxdur. A year later, bir il sonra onlar improved, inkişaf etdirdilər. Their English. Burada da feildir. İngilis dillər nəyi tamamlıqdır. Zaman zərfidir. Heç bir feili sifət yoxdur. Gəlin bu testi bir də təhlil eləyək. The surprised teacher. Cümlə mübtədan budur. Kim? Təəccüblü müəllim. Took feilimdir. His test testini, onun testini. Bu da tamamlığımdır. Görürsünüz mübtədanın içində ed ilə ifadə olunan hissiyə feili sifət deyirlər. Burada isə a beautiful girl mübtədamdır. Got feilimdir. On the crowded bus. Burada artıq the crowded görürsünüz əlavə bir. Bu feil deyil. Əlavə bir qaydadır. Crowded bus dolu avtobus. Hansı avtobus? Olur bizim feili sifət ikimiz. Feili sifət 2. Feili sifət 1 isə ing ilə düzəlir. Mən kişi, məndirsə nə verəcək? Baxın, birinci gəlirəm buradakı votu tez atıram. Çünki nöqtələrdən qabaq isim varsa vot heç vaxt olmaz. Çünki bu, who, which, təyin budaq cümlələrində işlənir. Amma vot təyin budaq cümləsində elə bir vot deyə bir bağlayıcı yoxdur. Xəbər budaq cümlələrinin bağlayıcısıdır. Deməli, mən canlıdırsa who verirəm. Sonra burada which var. Canlı isimlərlə nə olurdu? Who və yaxud da that olurdu. Bir də 3'ü verirəm. Standing over there. Orada dayanan. Is my brother. Mənim qardaşımdır. Baxın, bayaq dediyi feili sifət 1'dir. Dayanan oğlan. Hansı oğlan? Dayanan oğlan. Keçdik digər testimizə. If you chemical work. Burada əgər work əsər mənasında sayılır, amma burada few ilə cəm olmalıdır. Ona görə iş mənasında sayılmır. Burada little olsa və yaxud da chemical work, kimyəvi işlər deyirsə es verərdi. A lot of species sayılan isimlər işlənirsə cəmdə olur, düzdür. A mirror glass, şüşə sayılmır, material güzgü şüşəsi sayılmır, getdi. Burada da little boysu balaca oğlanlar. Balaca oğlanlar kimi veribdir. Balaca mənasına veribdir. Bunu qatmayın, çox xahiş eləyirəm. Little bir mənası balaca deməkdir. Bir mənası da az deməkdir. Siz onu kontekstə uyğun müəyyən eləməlisiniz. The anxiety brings symptom, narahatlıq simptomları. Dedik, isim varsa nə edirsiniz? Birinci votu atırsınız. Yerdən danışmır ki, mən V verim. Deməli, canlıdan danışmır ki, who verim. Whom, əlbəttə burada olacaq that. Hansı ki, often interfere with test performance. Sonra 7'yə baxdıq. Baxaq görək nə var burada. Modal feili istəyir bizdən. Tərcümədir sırf.
We should spend our time on game. Xeyr, oyunla vaxt keçirməməliyik. Olacaq we ought not to. We should not to olacaqdı. Oyunla çox vaxt keçirməməliyik. Etdik. These laws, bu qanunlar were made, hazırlanılıbdı. Protect children, uşaqları qorumaq üçün. Were made to protect children, uşaqları qorumaq üçün. To. My father expect. Burada məchulda to olmalıdır. İki fe'l yanaşı gəlib, bax, iki fe'l yanaşı gəlibsə arada to olmalıdır, düz demişik. My father expect mürəkkəb tamamlıq qaydasıdır. Me, obyekt, obyektdən sonra to'lu infinitiv. Yenə sizin yadınıza salıram o testi bir dəqiqə. Baxın, burada əgər bu fe'llər varsa, bu fe'llərdən sonra fe'l gəlir, fe'ldən sonra obyekt, obyektdən sonra to'lu məzdər. Sadəcə burada biz demişdik ki, let və make özündən sonra obyekt, məsələn, let me go, fe'li çılpaq götürür. Make me cry, məni ağladır. Fe'li çılpaq götürür. Let make-ə diqqət edirsiniz. Bunlar isə to ilə işlənir. Bir də var idi bizdə, deməli, bunlar var idi. See, watch, bunları əzbərləmək lazımdır. See, watch, notice, feel, make, let, observe də var onların içində. Bunlar isə demək ya ing istəyir ya da ki çılpaq. Ona görə burada expect, obyekt, to'lu, iki düzdür. He made her, görürsünüz, letlə make-i bəyəxlər dedik. Made'dir, özündən sonra obyekt gəlib, obyektdən sonra çılpaq gəlibdir. Who was responsible? Burada da bir problem görmürəm. 2-3 düzgün cavab kimi götürə bilirəm. Baxaq. He made her find out who was responsible. My father expects me to improve my English. Nə itirdik burada? Expects. My father expects. Deyirəm, nəsə burada getmirdi yolunda. Tamam, expect düzgündür, mürəkkəb tamamlıqdır. Əsas fe'limiz gəlib, fe'limizdən sonra obyektimiz gəlib, obyektimizdən sonra to'lu infinitivimiz gəlib. Sadəcə fe'lin sonunda esi. Baxın, testi verir, fikri mürəkkəb tamamlığa çəkir, amma siz digər boşluqlara diqqət eləmək lazımdır. Sonra nobody, heç kim, törəmələrdən sonra fe'l üçün şəxs təkində gəlir, düz. İki fe'l yanaşı gələndə arada to işlənir, düz. Sonra make gəlibdir, make'dən sonra obyekt gəlib, düz. Bir-bir gedirəm ki, nəyisə arada buraxmayaq. Ondan sonra da work hard, çılpaqdır, 4-də düzdür. Burada isə made to protect, iki fe'l yanaşı gələndə arada to işlənirdi. Düzgün cavabımız 3-4. 9-a baxaq. Young people's problems, gənc insanların, adamların, topluluq bildirir də, yəlikəli apostrof esti, bir düzdür. Burada sizə bayaqlarki testdə mən dedim, people'ın bir də xalq mənası var. Əgər xalq deyirəmsə ki, türk xalqları, onda mən cəmdə verirəm, cəmin yəlik xala eləyirəm. Burada da xalqların azadlığı, 2 düzdür. If you deyirsənsə minutu cəmlə, getdi, silence-da cəmlənmir. 4-də isə mothers, bura kimi düzdür. The mothers in law, apostrofes burada olmalıdır. Yəlikəl axırda, cəm burada, apostrofes axırda olur. Məsəl üçün, sister, cəmdə burada cəmləyirəm. Sisters in laws. Məsələn, baldızının fikirləri, ideas. Yəlikəl burada olur, amma cəm bura. Çünki isim buradakı isim budur axı. Ona görə isim artırılır. Keçdik test 10-a. To make promise deyirik. Bir də to make fun. 1-ə gəlir A və B. 2-yə gəlir to do. Hardadır? To do good. Bir şey yaxşı etmək. Zaten etmək mənası verir. 3-ə gələcəkdir. To take a taxi. Taksi tutmaq. 4-də də catch.
catch a taxi gəlir, bu da gəlir. Catch a taxi. Bu da taksiyə çatmaq deməkdir. Catch a taxi, take a taxi. Belə bir variantımız olacaqmı? Yəqin ki, hərəsini fərqli qoyarlar. 1-ə AB, bir buradadır. 2-yə 1-ə AB, 2-yə gəldi D, 3-ə gəldi C, gəldi, veribdilər. 11-ə baxaq. 11. Heavy traffic, ağır bir, ağır nə mənada? Yəni, probka mənasında. Deməli, baxaq. Trafik nə oldu? Səbəb oldu. Nəyə? Ləngiməyə səbəb oldu. Ona görə düzgün cavabımız elə birbaşa odur. D variantıdır. 12 incorrect səhvi istəyir bizdən. Səhv variantı. Bir variantları təhlil eləməliyik. That shirt, shirt təkdədir. İşarə vəzək təkdə veribdir. Feil üçün şəxsi təkində verildi. Düzdür. He looks, o görsənir, very well, çox yaxşı görsənir. After the operation, operasiyadan sonra düzdür. Well, məsəl üçün, I am well, belə də deyirik də. 2-də, she looked, o görsənirdi, angry, acıqlı görsənirdi. Baxır demirə, görsənirdi. Baxır desə, burada bir dənə at qoyardı, o da yoxdur. She looked at me angrily. O mənə acıqlı baxdı. Look at acıqlı deməkdir. The music sounds, musiqi səslənir. Burada bir hərəkət yoxdur. Like old muğam music, qədim köhnə muğam musiqisi kimi. 13-ə baxaq. Unless-i harda gördünüz? O cümləni əgər tərcümə etməyə çətinlik çəkirsinizsə, onun yerinə if not qoyun, tərcümə edin. Məsələn, çünki unless nə deməkdir? Mədikcə. Məsələn, mən belə deyirəm, if you don't leave me alone, əgər sən məni tənha qoymadıqca, bir saniyə, if you cümlədə inkarı yoxdur, if you leave me alone, əgər sən məni tənha qoymasan, yəni çıxıb getməsən, I'll call the police, polis çağıracam. Yenə deyirəm, if you don't leave me alone, əgər məni tək qoymasan, çıxıb getməsən, I'll call the police, polis çağıracam. Və yaxud da unless qoysan, belə deyirsən, sən məni tək qoymadığın halda, qoymadıqca, qoymasan, bu cür gedir tərcümə. Mən polis çağıracam. Burada unless-in tərcüməsi düzdür, mədikcə kimi verirlər, amma siz əlbəttə cümlədəki kontekstə uyğunlaşdırırsınız onu.